Salam əziz dostlar, dövlət qulluğu haqqında qanunun 9-cu maddəsi dövlət qulluğunun vəzifəsi anlayışıdır. Dövlət qulluğunun vəzifəsi dövlət orqanının normativ aktları ilə müəyyən edilən struktur, quruluşu və ştat cədvəlinə olan ştat vahididir. Hər hansı bir orqanda vəzifə tutan şəxsin səlahiyyət və funksiyaların həcmi həmin vəzifə tutduğu orqanın səlahiyyətindən asılı olaraq müəyyən olunur. Dövlət qulluğu haqqında 10-cu maddə, qanunun 10-cu maddəsi dövlət orqanlarının vəzifə təsdifatıdır. Dövlət orqanlarındakı vəzifələr inzibati yardımçı olmaqla iki yerə ayrılır. Siyasi vəzifə tutan şəxslərin hüquqi statusu başqa qanunvericiliklərlə müəyyən olduğuna görə dövlət qulluğu haqqında qanunda başqa hal nəzərdə tutulmursa, bu qanun onlara şamil edilmir. Yəni siyasi vəzifə tutan şəxslərə bu qanun şamil edilmir. İnzibati vəzifələr dedikdə ali 5-ci kateqoriya dövlət orqanları aparatlarıdır, bölmə rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifələri inzibati vəzifələrdir. Yardımcı vəzifələr dedikdə isə ali 5-ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının vəzifələridir. Bura kərgüzar makinası və s. daxildir. Burada hər biri yazılmışdır. İstər inzibati vəzifə olsun, istərsə də yardımcı vəzifə tutan şəxslərin hüquqi statusu, müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları, habelə vəzifə təminatları ilə müəyyən edilir. İnzibati və yardımcı vəzifələrin təsdifatı. İnzibati vəzifələr bir neçə təsdifata bölünür. Bunlar ali təsdifata daxil olanlar burada göstərilib. Administrasiya, Milli Məclis, Konstitusiya Məhkəməsinin aparatının rəhbəri və aşağıdakılar ali təsdifata daxildir. Buradan öyrənə bilərsiniz. İnzibati vəzifələrin birinci təsdifatına isə bu aşağıda adları çəkilən vəzifələr inzibati vəzifələrin birinci təsdifatına daxildir. Administrasiya rəhbərinin müavini, aparat rəhbərinin müavini, Konstitusiya Məhkəməsinin aparat rəhbərinin müavini və aşağıda adı vəzifəsi göstərilmiş şəxslər inzibati vəzifələrin birinci təsdifatına aiddir. İnzibati vəzifələrin ikinci təsdifatı da aşağıdakılardır. Administrasiyada bölmə rəhbərinin müavini, Milli Məclisin aparatında bölmə rəhbərinin müavini, Konstitusiya Məhkəməsi aparatında bölmə rəhbərinin müavini, Ali Məhkəmənin aparatında bölmə rəhbərinin müavini və aşağıdakı vəzifələr inzibati vəzifələrin ikinci təsdifatına aiddir. İnzibati vəzifələrin üçüncü təsdifatına aşağıdakı vəzifələr daxildir. Administrasiya aparatının mütəxəssislərin vəzifəsi, Milli Məclisin, həmçinin Konstitusiya Məhkəməsinin mütəxəssislərinin vəzifəsi və Ali Məhkəmə aparatının mütəxəssislərinin vəzifəsi və aşağıdakıların hər biri üçüncü təsdifata aiddir. İnzibati vəzifələrin dördüncü təsdifatına isə birinci kateqoriya dövlət orqanlarının mütəxəssislərinin vəzifələri və aşağıdakılar dördüncü təsdifata aid edilir. 5-ci kateqoriya dövlət orqanları, 5-ci təsdifata aid olan dövlət orqanlarındakı vəzifələr aşağıdakılardır. 2-ci kateqoriya dövlət orqanlarının mütəxəssisləri, Naxçıvan Muxtar Respublikasında 3-cü kateqoriya müvafiq icra hakimiyyəti orqanlarının aparatının rəhbərlərinin vəzifələri və aşağıdakılar daxildir. İnzibati vəzifələrin 6-cı təsdifatına aşağıdakı orqanlar daxil edilir. Aşağıdakı orqanlardakı vəzifələr daxil edilir. 3-cü kateqoriya dövlət orqanlarının mütəxəssislərinin vəzifələri, 4-cü kateqoriya müvafiq icra hakimiyyəti orqanlarının bölmə rəhbərlərinin və müavinlərinin vəzifələri və ondan aşağıda 4-cü kateqoriya və 5-ci kateqoriyaya aid olan vəzifələr daxil edilmişdir. Aşağıda göstərilənlər isə inzibati vəzifələrin 7-ci təsdifatına daxildir. Bura rayon məhkəmələrinin, rayon prokurorluqlarının və hərbi prokurorluqlarının mütəxəssisləri vəzifələri və s. daxildir. Yardımcı vəzifələrin təsdifatı aşağıdakı kimidir. Birinci təsdifata ali kateqoriya dövlət orqanlarındakı texniki vəzifələr, ikinci təsdifata birinci kateqoriya dövlət orqanındakı texniki vəzifələr, üçüncü təsdifata 2 və 3-cü kateqoriyalardakı dövlət orqanlarındakı texniki vəzifələr, dördüncü isə 4 və 5-ci kateqoriya orqanlarındakı texniki vəzifələr daxildir.
5-ci kateqoriya dövlət orqanlarının, aparatların və onun bölmələri. 5-ci kateqoriya dövlət orqanlarının onlara hər hansı bir konstitusiya və qanunlar çərçivəsində funksiya və səlahiyyətlər verilmişdir ki, bunlar da təmin edici və yardımcı kimi təsdiqləşdirilir. Dövlət qulluğu haqqında qanunun 12-ci maddəsi inzibati və yardımcı vəzifələrin təsnifat toplusudur. Təsnifat toplusunda nələr daxildir, nələr göstərilir, bunlar aşağıdakılardır. Vəzifələrin təsnifatları və adları, hansı vəzifə tutacaqsan və adı nədir, məsləhətçisən, aparıcı məsləhətçisən, ixtisas dərəcəsi, yəni birinci dərəcəli dövlət qulluqçusu ya kiçik dövlət qulluqçusudur. Tutulma şərtləri və haqqında məlumatlar daxil edilir. Yəni bu vəzifəyə iddia edən şəxslərin tutalım ki, ingilis dili ya kompüter bilikləri olmalıdır. İxtisas dərəcəsi dedikdə, yəni əvvəllər hansısa orqanda işləyib ixtisas dərəcəsi ala bilər. Vəsaitlər göstərilməli. Yəni vəsaitlər olmalıdır ki, bu şəxslər həmin vəzifələrə iddia edə bilsinlər. İnzibati və yardımcı vəzifələrin təsnifat toplusu dövlət orqanlarının ştat cədvəllərinin yaradılması və dövlət qulluqçularının vəzifə təminatının hazırlanması üçün əsas sayılır. Ştat cədvəlinin yaradılması burada əsas sayılır. İnzibati və yardımcı vəzifələrin təsnifat toplusu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən. Burada bildirək ki, inzibati vəzifələri 13-cü maddə inzibati və yardımcı vəzifələrin ixtisas tələbləridir. İnzibati vəzifəni tutmaq istəyən şəxs ali təhsilli, yardımcı vəzifəni tutmaq istəyən şəxsə tam orta təhsilli olmalıdır. Qanunun 14-cü maddəsi dövlət qulluqçusu adlanır. Dövlət qulluqçusunun tərifini bilmək müsahibə zamanı sizə köməklik göstərəcəkdir. Dövlət qulluqçusu qanunla müəyyən edilmiş qaydada dövlət qulluğunun vəzifəsini tutan, İnzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq qalacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Bir də burada dövlət vəzifəli şəxs anlayışı var. İnzibati vəzifə tutub hakimiyyət səlahiyyəti alan dövlət qulluqçusu dövlət vəzifəli şəxsdir. Hər ikisi müsahibə zamanı mənə verilmiş suallardır. Dövlət qulluqçusu ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən and içir. And içmənin mətni burada verilmişdir. İnzibati vəzifə tutan şəxslər and içir, ancaq yardımcı vəzifə tutan şəxslər qəbul edilən zaman, dövlət qulluğuna qəbul edilən zaman and içmirlər. Bildiyimiz kimi dövlət qulluqçusu dövlət qulluğuna qəbul edilən zaman ona ən kiçik ixtisas dərəcəsi verilir. O ixtisas dərəcəsinin də aşağıdakı hüquqlar verilir, ixtisas dərəcəsi onlara. Öz ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq imkanı verir, vəzifə maaşına əlavə haqq alır, sosial təminatdan istifadə edə bilir. İnzibati vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir. Ali təsnifata həqiqi dövlət müşaviri, birinci və ikinci dərəcəli dövlət müşaviri, İnzibati vəzifələrin birinci təsnifatına üzrə isə birinci, ikinci, üçüncü dərəcəli dövlət müşaviri verilir. Bu suallar imtahanda düşən suallardır. Bunları əzbərləmək lazımdır. Demək, inzibati vəzifələrin ikinci təsnifatı da burada verilir, üçüncü təsnifat da verilir, dördüncü təsnifat da verilir. Bunların hər birinin daxil olan vəzifələri öyrənmək vacibdir. İxtisas dərəcələrini öyrənmək vacibdir. 5-ci, 6-cı, 7-ci inzibati vəzifələrin təsnifatına daxil olan ixtisas dərəcələri də bunlardır. Yardımcı vəzifələrin təsnifatına uyğulanaraq aşağıdakı ixtisas dərəcələri verilir. Birinci təsnifata baş referent, böyük referent, birinci dərəcəli referent, ikinci təsnifata böyük, birinci və ikinci dərəcəli referent verilir. İxtisas dərəcəsi ilə bağlı suallar düşən zaman adətən belə düşür ki, tamam ki, birinci yardımcı vəzifələrin birinci təsnifatına daxil olan ən kiçik ixtisas dərəcəsi hansıdır? Bu zaman isə dövlət qulluğunun birinci dərəcəli referentini göstərə bilərsiniz. İnzibati vəzifələrin 3-cü və 4-cü təsnifatda aşağıdakı kimi verilmişdir. Bunları da buradan öyrənə bilərsiniz. Dövlət qulluğu haqqında qanunun 17-ci maddəsi ixtisas dərəcəsinin verilməsi və ondan məhrum edilməsidir. İxtisas dərəcəsi qanunun 16-cı maddəsinə müvafiq olaraq aşağıdakıları nəzərə almaqla verilir. Dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına,
ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq verilir və əvvəlki ixtisas dərəcəsi nəzərə alınır. Məsələn, kiçik ixtisas dərəcəsindən böyüyə doğru ardıcıl olaraq verilir. İlk dəfə dövlət qulluğuna seçilmiş şəxsə həmin vəzifə üzrə ən kiçik ixtisas dərəcəsi verilir. Staj hesablanan zaman isə oktyabrın 18-i nəzərə alınır 91-ci il.